tam o haldır əziz dostlar, amma bir nəfər çatışmır. Cəmilə Həşimova. Gəlsin. Aylardır bu adı eşitmək üçün səbirsizlənmişik və yaxın dəqiqələrdə əziz dostlar, həmin finalçının adını öyrənəcəyik, amma bundan əvvəl Röyanın komandasının iştirakçılarının, yarım finalçılarının gəlin çıxışlarını xatırlayaq. Röya, öncə yarım finalçılarının çıxışları haqqında rəylərinizi eşitmək istəyirik. Öncə mən belə başlayayım. Mən kiminsə balasıyam. Bir ailənin bacısıyam. Mən xalqın röyasıyam. Mən oğlumun anasıyam. Mən burada dayanan iki insana təşəkkür edirəm ki, onlar üçün həm də dinləyici oldum. Mənə yaxşı günlər yaşatdılar, yaxşı saniyələr, məni həyəcanlandırdılar, ağlatdılar. Və bugün onu deyə bilərəm ki, Babəkdən artıq o qədər rahatam. Çünki Babəkin dünyası çox təmiz, çox gözəl. Babəkin oxumağında da bilinir onun o Qarabağlılığı, o Laçın axır onun qanından. Və biz gələcəkdə Babəkdən radiolarda elə mahnılar eşidəcəyik ki, bu illərin hitinə çevriləcək. Təşəkkür edirəm ki, mənim komandamdaydım. Təşəkkür edirəm ki, İctimai televiziyasının tamaşaçılarını və ümumiyyətlə Azərbaycan tamaşaçılarının qəlbində qaldın. Sənin səsini sən istədiyin kimi, yəqin ki, belə düşünürsən də, yəni çatdıra bildin. Cəmilə mənim əzizim, mən səni kəşf elədim və sizə bir söz demək istəyirəm. Əgər heç uzatmadan, əgər siz ikiniz də içinizdə düşünürsünüz ki, bəli, mən çox gözəl ifa etdim, mən nəyisə göstərdim və mən finalın qalibi olacam, yəni finala gələcəm. Demək ki, düz düşünürsünüz. Çünki ikiniz də gözəl ifa etdiniz. Amma kimisə seçdim, seçmədim. O zaman da istəyirəm ki, sadəcə olaraq düşünəsiniz ki, deməli mən sənət dostumdan, yəni yarışmada olduğum insandan bir tık deməli nəyisə düz etməmişəm, biraz. Ki, mənim ustadım məni seçmədi. Çünki bunu hal-hazırda sizə ustad kimi deyirəm. Mən hazıram. Röya nitqinin sonuna yaxınlaşdıqca biz də həyəcanımızın pikinə çatırıq. Çünki xanımlar və cənablar, Röya üçün seçim vaxtıdır. Röya, böyük finalda sizi kim təmsil edəcək? Mən düşünürəm ki, biz iki qız əl-ələ verib çox böyük işlər görə bilərik. Cəmilə. Cəmilə Həşimova.
finalçısı. Möhtəşəm Röya. Möhtəşəmsən. Cəmilə, siz artıq səhnəni tərk eləyə bilərsiniz. Böyük finalda görüşəcəyik. Təbrik eləyirik. Şokdasınız hələ də. Babək, həmişə deyirdi ki, səhnə sənindir. İndi isə söz sənindir. Mənə ilk gündən bütün ustadlarımın sevgisi gəlib çatır. İlk öncə Zülfiyə xanımdan başlamaq istəyirəm. Hər çıxışımdan sonra bir cümlə ilə bütün çıxışımı mənə, izləyicilərə izah elədiyi üçün ona təşəkkür edirəm. Murad Arif, həmişə mən üçün maraqlı olan sizin rəyiniz olub. Bunun üçün, bütün rəyləriniz üçün, mənə dəstəyiniz üçün təşəkkür. Eldar isə həmişə səhvimizi də üzümüzə dediyi üçün ona təşəkkür edirəm. Və Röyam, mənə inandığın üçün təşəkkür edirəm. Çok sağ ol. Babək, çox təəssüf ki, bu layihədə yollarımız ayrılır. Amma bilirsiniz də, ən gözəl mahnılar həm də səssizlikdən sonra doğan mahnılardır. Amma çalışın ki, bu səssizlik uzun çəkməsin. Belə səsli köylü ustadınız var. Buna şübhə etmirəm də. Uğurlar. Babək əfəndi!